qış mövsümünün yaxınlaşması artıq havanın soyuması ilə özünü göstərməkdədir. Temperaturun dağlıq rayonlarda daha aşağı olması səbəbindən Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik və Şamaxıda qazanxanaların bir hissəsinin fəaliyyətinə artıq start verilib. Quba rayon sakinləri deyirlər ki, yaxşı ki, daha erkən istilik enerjisi ilə təmin olunduq. Yoxsa uşaqlarımızın təhsil müəssisələrində davamiyyət problemi yarana bilərdi. Bizim rayonumuz şimal rayonu olduğuna görə havalar tez bizdə soyuyur da, yağışların çox olması buna uşaqların məktəbə davamiyyətinin zəifləməsinə təsir edir. Yəni tövsiyəm bu olardı ki, istilik sistemi vaxtında qoşulsun, uşaqlarımız üçün də belə rahat olsun. Təbii ki, istiliyə böyük tələbat yaranır. Məktəblərdə, müəssisələrdə istiliyə ehtiyac yaranır. Buna görə də istilik vaxtında veriləndə istər-istəməz bu yaxşı olur. Çox soyuq olur. Buna baxmayaraq bizim sinifimiz, yəni məktəbimizin istilik dərəcəsi yaxşıdır. Yəni yaxşı istilik verir. Paytaxtda və Respublikanın digər rayonlarında isə 2025-2026-cı illər payız-qış mövsümünə start verilməsi, yəni istilik sisteminin aktiv hala gətirilməsi noyabrın 15-də baş tutacaq. Ümumilikdə Bakı şəhəri və Respublikanın ərazilərində 554 qazanxananın istismar edilməsi nəzərdə tutulur və bununla da ölkə ərazisində Azərsilik Təchizat Açıq Səhmdar Cəmiyyətinin istehlakçıları istiliklə tam təmin olunacaqdır. Onu da qeyd edim ki, 80 mindən artıq qurğu və avadanlıq istismara hazır vəziyyətə gətirilmiş, payız-qış mövsümünə hazırlıq işləri çərçivəsində 12 mindən çox magistral və məhəllə daxili istilik xətlərində yenilənmə işləri aparılmışdır. İnsanları düşündürən digər məsələ isə soyuq havada qaz təchizatının necə təmin olunacağı ilə bağlıdır. Ümumilikdə payız-qış mövsümünə hazırlıq prosesində biz 233 kilometr deməli boru xətlərində əsaslı təmir işləri həyata keçirmişik. Bunlardan 58 kilometr Bakının, 175 kilometr isə regionların payına düşür və ümumilikdə biz 104 kilometr boru xətlərinin boyanma işlərini həyata keçirmişik ki, problemlər yaranmasın. Artıq biz işlərimizi yekunlaşdırmışıq. Xırdapara ola bilər, istisnalar mövcud ola bilər, amma ümumilikdə Azərqaz İstehsalat Birliyi olaraq biz payız-qış mövsümünə hazırıq. Qeyd edək ki, Bakı şəhəri və Respublikanın digər rayonlarında payız-qış mövsümü noyabr ayının 15-dən 15 aprel tarixinə qədər davam edəcək. Vurğun Mədətov, Ramiz Ramazanlı, Zaur Ağamir, Polad Tahirov, İTV